Şurada məni qatı qol görən bir ildeşimiz var. Sağ olsun. Hər gəzək video çıxaranda balağını çəkəlib gəliyə. Hər videomun aşağına bir komentariya yazı. Sağ olsun, var olsun. Mənim siz qatı qol görən, sıylayan. Nəm üçün? Çünkü sizin yağlı, düşüncəsiz, bilgisiz adamlar şunun yağlı komentariya yazmaqdır. Mən bəyənməyən, nəm üçün? Mənim zekam daha hızlı işləb başlaya, daha qovu işləyə zekam. Şunun üçün sizin yağlı negativini yazanlara cevap verməyə qatı qol görəyəm. İndi şurada yazıbsın da, Bərdə bir sivilizasiya haqqında bir video çəkdim. Şuna cevap verən bu. Sən indi əgər də bax, sənin gözünün horizontu kiçik olsa, onu mən günəkkərdə, sən kiçik görən bolsan, ona mən günəkkərdə görüb bilməyən bolsan, yönəmən görüb bilən, arkamı, önümü, yan taraflarımı görüb bilən, mənim horizontum ulu, həmmə tərəfi görüb bilən, görəyənəm, bilənəm, sivilizasiyanın əməliyini bilən, görəyən, bilənməyəm səbəbi, çünki mən hazır şu zatları aytmasam, şu zatları həzirdən önünü almasam, mənim axtıqlarım Türkmenistan'da gələcəkdə nəmə olacağını bilən, görüb bilən. Sonra şurada yine şu bana bolgusuz komentariya yazan ildeşlerime yüzlenecek. Siz belki öy kuryanız, durmuş kuryanız, bilmem onu hem grup bileniz mi yok mu? Yönəmən, mən dövlət kuryan. Bu her bir baba yiğidin götündən gəlməyə dövlət kurmaq. Şunun için bu yazanlarınız, bunun yağlı komentariya yazanlarınız bana kakda tık. Yani hiçbir yerinden değmiyor o komentariya. Daha doğrusu bana güç veriyor. Daha doğrusu bana zekamı çalıştırıyor. Şunun için bunun yağlı bolğuz komentariya yazıp özünüzü maskara etmenler. Öyle mi?